Herkese salam dostlar. Dostlar, bu günlərim sizə Stoger M3500-ün təmizlənməsini göstərəcəm. Çoxları yazırdı ki, detaylı təmizləmə videosu çəkərsən. Yəqin ki, sökülmə ilə əlaqədardır. Bunu sizə detaylı təmizləməsin. 10 mövsümü bitdi, artıq silahlar təmizlənəcək. Mən silahı alanda yuyub təmizlədiyimdir. Yumaq da necə? Zavod yağın, bu var, FMS yazılır. Kalibrator yumaq üçündür. Bu çox gözəl yumaq qabiliyyətinə malikdir. Onda təmizlədiyim bir silahı. Gördüyünüz kimi bu hissəsi təmizdir də. Yəni bu sezon bu tüfənglə çox sayda patron atılmağına baxmayaraq burada bir qaz porşen olmadığına görə inersiya sistemidir dostlar. Onun üçün də bu hissəsi çox təmizdir. Bu Stoger'in demək olar ki, bir də lüləsinin içindən başqa bir də mexanizmanın bir balaca arxa hissəsi, yüngülvari, toz, torpaq pekara dola bilir. Başqa cürünə yəni təmiz qalır. Çox təmiz silahdır. Dostlar, ilk öncə zatvorun quruma qolunu çıxartmaq lazımdır. Bunu da xarab eləməmək istəyirsinizsə əgər, biraz sərt olduğuna görə çəksən bəlkə də çıxar, amma sərtdir dənə. Mən ən asan üsulla çıxardıram belə qaz açarı ilə. Belə də asan çıxmır hətta, amma çıxdı. Çox sərt olduğuna görə yəni birinci bezə doluyuram ki, cızılmasın üzəri. Yenə də cızıllı fərqi yoxdur. Bir o qədər. Ondan sonra isə dostlar, bu bütöv şəkildə belə çıxır. Gördüyünüz kimi purjin, porşin, hər bir şey çıxır. Bundan bu illərim mən yəni poligon olsun, ov olsun, çox sayda patron istifadə eləmişəm də. Görürsünüz, düzdür, hisli bir balaca. Bu da köhnə yağın yanmasıdır da, yəni başqa çirk yoxdur içində. Barıt falan belə şeylər yoxdur dostlar. Bu hissəsidəki tərtəmiz. Yəni bu hissəsi şvapşı bulanmır. Hətta yağışda da qalıb, nə bilim, hər bir hava şəraitində testdən keçirmişəm də bu silahı demək olar ki. Burada bu hissəsində tetik mexanizmasını çıxartmaq üçün bir də pim var. Şpilka deyirlər. Və görürsünüz, bir tərəfi nazikdir, bir hissəsi isə qalındır. Nazik tərəfindən digər tərəfinə vurmaq lazımdır. Belə deyim də, zatvor o tərəfdədir. Siz əks istiqamətdə olan tərəfindən vurursunuz. Ucu nazik bir dəmir yardımı ilə yüngül vurursan, onsuz da çıxır. Çox çətin çıxan bir şey deyil. Gördüyünüz kimi çıxdı geriyə. Bu şpilkadır. Zaten bunu digər tərəfdən taxmaq olmur. Bunun bir tərəfi böyükdür, şapkalıdır. Qoyuruq bir kənara itirməmək üçün. Və ondan sonra isə zatvoru bu qaydada çəkirsiniz. Dostlar, çıxır yerindən bütöv şəkildə. Bu silah, deməli, mən istifadə edəndən bəri oktyabr ayında almışam. Oktyabrdan bu günə kimi təxmini 500.000 arası atış olunubdur silahla. Görürsünüz, tətik mexanizmasında sadəcə olan qamışın zirsivilləridir. Barıt adında bir şey yoxdur silahın içində, mexanizmasında. Yəni bir belə atışa bu silahın mexanizması tərtəmizdir. Yəni toz, bir də barıt. O da ki, təbii ki, açıq mexanizmadır, yağlı detaldır. İstər-istəməz o tozu özünə cəlb edir. İlk öncə dostlar, necə təmizləyirik, onu izah edəcəm sizə. Mən nə edirəm? Bunu, bu hissəsidir. Bunu da sökməyi göstərəcəm sizə dostlar. Qoyum kənara. Bunların hamısını FMS ilə qəşəng yuyuram. Çıxıb indi çöldə yuyacam. Yuyuram bir-bir və ondan sonra qaytarıb quruluyub dənə-dənə gətirib yerlərinə yenidən bağlayarım. Dönər başlıqlı sistemin çıxarılmasını göstərəcəm dostlar sizə. Burada deməli ilk öncə bu hissəsində bir dənə şpilkası var. Bu asan çıxır. Elə bir çətin çıxası bir şey deyil. Bir balaca kömək lazımdır sadəcə çıxartmaq üçün. Barmağınızla tutun ki, şey tullanır, mili tullanır dəqiqə. Belə basan kimi çıxır və bu silahımızın mili, purjinlə bir yerdə silahın mili, silahın demək olar ki, ürəyidir. Bunsuz silah heç vaxt atış eləmir.
və dönər başlığı necə çıxardırlar? Dönər başlığı isə dostlar, bax eyni qaydada bunda bu tərəfdən nazikdir, bassan o yana çıxır. Bunda bu tərəf qalındır. Bu üzdən basmaq lazımdır. Eyni qaydada yenə köməklik göstərirsən bir balaca, bax, ucu nazik bir şeylə yüngül vurmaq da olar. Və bu qaydada vurursan, şpilkasını çıxardırsan bunu da. Yəni bir 6-7 aydır silah. Nə qədər? Bir 5-6 aydır istifadə edirəm. Alanda bir dəfə sökdüyümdür. Bu şpilkada çıxandan sonra dostlar, dönər başlıq bax bütöv şəkildə çıxır. Geri qaytarıb taxanda isə burada bax fırladırsınız, tam deşiyi gördüyünüz zaman şpilkasını oraya taxırsınız. Və dönər başlığın purjini. Bu purjinin önü arxası yoxdur. Necə qoysanız olar. O sadəcə dönər başlığı o zararlı olunmasını təmin edir. Bunları indi çıxıram çöldə qəşəng yuyam FMS-lə bir-bir hamısını yuyuram. Tərtəmiz. Sonra qurulayıb gətirib Asilin yağı var. Gördüyünüz kimi Asil firması çox gözəl yağdır, silah yağıdır. Onunla da bir-bir yağlayıb, qurulayıb qaytarıb yerinə yığacam ki, gələn sezonda silah məni incitməsin dostlar. Silah nə qədər təmiz olarsa, bir o qədər də adamı incitmir. İndi keçək çölə necə yuyulduğunu göstərəcəm sizə dostlar. Hə dostlar, deməli nə edirik? FMS ilə dediyim kimi çox qəşəng yuyur da bu gördüyünüz kimi qapqara mazut, yanmış yağ, barıq qalıntısı, hər bir şeyi təmizləyir də silahda olan. İndi sadəcə bu oldu tərtəmiz və bunları addelin də qurulayacağıq dostlar. Bu isə dönər başlıqdır. Milin yuvası falan hər bir yeri tərtəmiz yuyuruq. Bu da oldu təmiz. Purjinin də yağ. Köhnə yağ mən sevmirəm silahda qalsın. Çünki köhnə yağ qaldıqda milin üzərindəki qalıntını gör necə təmizləyir. Oldu tərtəmiz. Sadəcə yəni bu da yəni ovalamaq falan heç bir şeyə ehtiyac yoxdur. Gördüyünüz kimi oldu tərtəmiz. Mən yüngül pimləri də yuyuram hamısını ki heç birində yağ qalmasın. Çünki təzə yağla yağlayacam da. Bu da yaydı, milin yaydı. Onu da yuyuram. Sonra keçdik tetik mexanizmasına. Dostlar, bax tetik mexanizmasının üzərində görürsünüz. Bir də barıt qalıntısı yoxdur da. Bunu da bu qaydada sadəcə yuyursuz. Pisi-pası nəyi varsa hər bir şey təmizlənir. Və ondan sonra isə yenidən qurudub, yağlayıb yığırsınız yerinə. Gördüyünüz kimi rəngi açıldı silah. Oldu tərtəmiz. Və silahın içində də ehtiyac varsa əgər, içində də mən sadəcə baxıram ki, məncə heç ehtiyac yoxdur silahın içinə. Çünki içi çox təmizdir. İndi dostlar, belə göstərim sizə. Bax, görürsünüz də bu hissi. Barıt patronun alışdığı yer. Baxın. Lülənin də içərisinə sığdıram mən. Çünki lüləni də yuyacam. İçini təmizləyəcəm. Və dostlar, bu lülə təmizləyəniyim. Sadəcə FMS-i fıskırdırıq lülənin içərisinə. Və bununla qapsetkası ilə gördüyünüz kimi bu qaydada irəli geri sürtə ki lap axırıdır ki itəlirsiniz, çalırsınız. Yəni qorxmağa ehtiyac yoxdur ki, lüləni cızarını eləyər, heç bir qorxusu yoxdur. Yəni pastillərlə mən istifadə edirəm. İstifadə eləmədiyimdəki məsləhət görməm.
Hə dostlar, sonra bu ucluğu bağlayırıq və içərisində sadəcə irəli geriyə sim təmizləsin deyənə. Və oldu çək. Sizə necə göstərim bilmirəm. Bu sezon bu tüfənglə 1000 dənə patron atılıb az qala. Oldu tərtəmiz. Hə dostlar, silahın bir dənə zibil bu hissəsinə yığılır, bir balaca. Gördüyünüz kimi o da ot, qamış, başqa heç nə deyil də. Sadəcə çöldən daxil olan zibildir. Bu silahın ən gözəl xüsusiyyəti odur ki, özün bulamır da. Yəni qazatvod silah istifadə edənlər bu dərdi bilirlər də. Silah özün bulaşdırır da, yəni barıtla, hisslə, pasla, hər bir... Hə dostlar, indi keçək silahımızı yağlayıb yerinə yığmağa. Dediyim kimi, asilin yağıdır. İçərisində az qalıb, amma idarə eləyər məncə. Çox az, sadəcə sıxırdırıq. Gördüyünüz kimi, çox az. Yəni bu yağ çox vurmağa ehtiyac da yoxdur. İlk öncə dönər başlığın purjinin və sonda dönər başlığın özün. Buna da bir balaca yağ vurmaq istəyirəm və mil yuvasına da yağ vuracam yüngül. Ki yağlılıq, yüngül yağlılıq olsa bəs eləyər ki, çünki həm zircivil yığır üzərinə. İndi mən prosto bunu bir də növbəti sezona saxlayacağım deyənə. Onu çox da qurulamaq istəmirəm ki, növbəti sezona qədər bu gərək idarə eləyə bilsin. Və sonra pimin, dönər başlığın pimin. Burada deməli pimin yuvasından baxırıq. Açıq olanda deməli dönər başlığı döndürürük və orada bir yuva əmələ gəlir. O yuvaya isə bu pimi taxırıq. Pimi də necə taxırıq? Yüngül və oturdu yerinə. Və dönər başlıq çıxmır yerinə. Sonra isə dostlar milin purjini və milin özü gördüyünüz kimi bu silahı mən zaten sezon başlamamış bir reysdə da gör neçə ay qalacaqdı da bir dəfə də söküb həm qurulayacam bu qalın vurduğum yağı. Gördüyünüz kimi sırası dönər baş qayıtdı yerinə. Əsas bu purjindir ki itirməyin. Həm dönər başlığı idarə eləyən purjindir, həm də ki milin purjinidir. Vurulduğu zaman geri qayıdır. Və milin də eyni qaydada pimin çıxartdığımız yerdən yerinə daxil edirik. Yəni qorxmayın ki bunlar düşə bilər, eləyə bilər. Yəni heç vaxt o düşəsi istiqamətdə taxılmır da, yuvasından çıxmır. Sonra nə edirik? Bunun reyslərinə, hissəsindəki reysinə və bu zatvor düşürdən knopkasına biraz yağ fıskırdacağıq dostlar. Sonra yüngül barmağımızla yedizdirik yağı, hər yeri yağlı olsun. Dediyim kimi dostlar, indi bilməm orada çoxları yazacaqdı ki, o yağı silərdin, neyniyərdin. Mən silahım bu çantanın içində olur. İndi corabları da var. Onları da keçirdəcəm əyninə, tökünməzəli. Yəni zaten tozla əlaqəsi olmur yaxından uzaqdan. Mənə lazımdır ki, sadəcə sezona qədər silah korroziyaya, paslanmaya qarşı davamlılığı olsun. Burada yüngül yağ vururuq ki, purjin hərəkət edir. Və görürsünüz də dostlar, burada elə bir kraskadan istifadə edirlər ki, o purjin hərəkət eləsə belə bu kraskanı zədələmir. Sonra isə dostlar, deməli
Bu purjinin götürürük. Tertəmizdir. Purjinin üzərində heç bir çirk yoxdur. Purjinin taxırıq bu qaydada. Ondan sonra mexanizma və mexanizmanın dəmiri. Mexanizmanın dəmiri necə taxılır? Bax, bu hissəsi arxaya olacaq, dairə hissəsi. Ondan sonra isə bax, bu hissəsinə oturur. Bax, bunun özünün yuvası var. Keçir yerinə. Ondan sonra bu qaydada taxılır bax, bunun üzərinə. O dairə hissəsi purjinə oturur. Dostlar, keçirdirsiniz yerinə. Bir əlinizlə yüngül saxlayırsınız ki, çıxmasın. O bir əlinizlə də zatvorun yerinə oturtmaq lazımdır. İlk öncə baxırıq şarikinin istiqamətinə. Orada içəridə şarika var. Yüngül basırsınız və oturur yerinə. Vəssalam. Dostlar, oturdu yerinə və ondan sonra geri çıxmır. Tətik mexanizmasını necə eləyirik dostlar? Bunu da ilk öncə də yağ vurum. İştək yerlərinə bax. Harası ki, hərəkətli olan yerlərdir. Oralara yağ vururam. Gördüyünüz kimi hərəkət edən detallarına yağ vururuq ki, həm yeyilməsin, həm də ki, yəni əsas korroziya yeyilmədən olur da, kromu zədələnir və ondan sonra bunu da yağlayandan sonra bu çoxları belə taxmağa çalışırlar dostlar. Belə taxsanız bu oturmayacaqdır yerinə. Kilitləyirik bunu və sonra nə edirik? Arxa hissəsini birinci otuzdururuq yuvasına. Tam arxa hissəsi oturandan sonra qabaq hissəsini basacağıq. Bu mandal var, bu zatvor düşürdə mandal. Bunu yüngül bunu bu qaydada dostlar basırlar, girilir. Sonra deyirlər ki, məsələn, niyə alınmadı da? Atıldı. Xoruzu basırıq geriyə. Perdixan telkit deyirik ki, xoruz atılmasın. Haydi sizə göstərmək istədiyim odur ki, bax görürsünüz, bunu basmamışam da, burasını basmıram da, oturmur yerinə. Bax, parmağımla bastım və oturdu yerinə. Çox rahat da. Onun özünün yeri var. O pim taxılan yerə uyğun gələndə saxlayın orada. Pimin isə götürürük. Dediyim kimi. Çıxdığı istiqamətdə də yerinə qaytarıb tutuzdururuq dostlar. Bu qaydada. Yüngül də üzərindən toxunuş edirik, oturur yerinə. Silahımız hazırdır. Çox qəşəng, çox rahat, çox möhkəm, dözümlü silahdır. Kim almaq istəsə, yəni məsləhət gördüyüm silahlardan biri. Türkiyə istehsalı olan silahlar, dostlar. Ata Armız, oğlu Renova və Stoger. Yəni bunları da çalışın. Şoka da yüngül yağ vuracam. Çünki şok da qalacaqdır yuvasında. Yuvasında yağlayırıq şokun. Onsuz da dediyim kimi mən bunu açıb sezon çox bağlamayacağım. Sadəcə dursun üzərində şoku. Sonra yağlı əski ilə üzerini yüngül siləcəyik belə. Və lülənin bu hissəsində patron çıxardan bir mexanizma var. Ona da yağ vuracağıq. Çünki orada hərəkətli mexanizmadır. Yağladıq. Və dostlar, gördüyünüz kimi silahımız hazırdır. Çantasını da yüngül təmizləyirik. Silahı quraşdırmayacağım çünki evdəyəm. Çalışdığım qədər evdə silahı sökülü vəziyyətdə saxlayıram dostlar. Silah sökülü vəziyyətdə çantasında, plastik çantasında və seyfdə olmalıdır. Bu ardıcılığı yaddan çıxartmayın dostlar. Soruşanlar çoxdur ki, bəs mən bunu necə saxlayayım evdə? Karovkada saxlayayım? Yox, olmaz qardaş. Karovkada silah saxlamaq qəti şəkildə qadağandır. Silah sökülü vəziyyətdə çantasında və seyfdə olmalıdır. Dəmir seyfiniz olmalıdır. Seyfi də göstərə bilərəm sizə. Elə gözəl seyflər kim əldə etmək istəyirsə, səhifədəki nömrə ilə əlaqə saxlayarsınız dostlar. Deməli, qaldı nə? Corabları var. Belə gözəl corablar da almışam. Oğlu firmasınındır. Nə Ata Armız, nə Stoger. Bu corabları göndərir. Amma
Oğlu firması görürsünüz də yenə də sözün deyir də. Yəni Türk silahlarının içində məsəl üçün dərdim sizə ən köklü firmadır Oğlu firması. 110 ildir silah istehsal edir Oğlu firması. Qəşəng belə corablar göndərir bütün silahlarında. Hamısında plastik çantası olur silahlarının. Coraba bükdük. Bu silah getdi seyfə. Bir də gələn illərim. Bu qaydada bunu da taxırıq. Ondan sonra corabına giydiririk. Corabın bir şey yaxşıdır ki, həm silahı cızılmadan qoruyur, həm də ki tozdan, rütubətdən, nəmdən, hər bir şeydən silahınızı mühafizə eləyə bilərsiniz. Bax belə. Deməli, bu da silahımızın remenidir. Dostlar, rezin remen axtaranlar üçün deyirəm, mağazimizdə artıq satışda var. Çoxları soruşurdu ki, o rezin remeni hardan almışsan? Biz də istəyirik. Mağazində artıq satışda var rezin remen. Və çantasını bağlayırıq, silahımızı üzərini də silirik. Bax belə. Çalışın dostlar, həmişə ehtiyatlı olun ovda. Ov sezonu daxilində ovlanmağa çalışın. Qanuni çox qəşəng yəni istifadə eləyin. Çünki qanunlar nə deyirsə ondan getmək lazımdır. Sən gedib məsəl üçün bir dənə dovşana lisenziya alıb, gedsən lisenziya almağa 3 manat rüsumu. 3 manat ödəyirsən, 2 dənə dovşan həftə ərzində sənə icazə verir. Yəni həftədə 2 dənə dovşan ata bilərsən sezon ərzində. Amma sən 2 dənə dovşanla lisenziyasız çöldə tutursan, çox baş ağrısı olar sənin üçün. Çalışın, həmişə diqqətli olun belə şeylərə. O mövsümü bitdi, silah yağlandı, atıldı seyfinə. Bir də gələn sezonda açılacaqdır. Oldu dostlar, sağ olun. Kimlə anlaşılmazlığı olsa yaza bilər yorumlarda. Kimə də belə gözəl silahlar, seyf, dəmir silah seyfləri, silah yağları, silah şompulları, patron, nə bilim tir tüfəngləri, nə lazım olsa səhifədə nömrə qoyacam dostlar. Onunla əlaqə saxlayarsınız. Mənim nömrəmdir. Lüboy vaxtı yazıb məlumat ala bilərsiniz dostlar. Sağ olun. Takip atıb bəyənməyi yaddan çıxartmayın dostlar. Sağ olun.